Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah. Çox vaxt soruşurlar ki, bu Zilhiccənin əvvəl 10 günündə hansı əməllər daha əfsəldir və ya nələrə fikir verək. Təbii ki, salih əməllər hamısı demək olar. Hamısı əfsəldir. Və xüsusən həcc, kimdə imkan var və ya ümrə və həmçinin orucluq. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Ərəfa gününün orucu bir il keçmiş və bir il gələcək günahları yuyur. Yəni kiçik günahları. Həmçinin əməllərdən təkbir etmək. Yəni təkbir sadəcə burada sual çıxır ortaya ki, bu təkbirlər nə vaxt başlayır? Zilhiccə ayında təkbirlər nə vaxt başlayır? Bəziləri deyirlər ki, Arafa günündən sonra, yəni məğrib namazından sonra elə ki, Arafa günü bitir, Zilhiccənin 9-cu günü, artıq məlumdur ki, sabah bayramdır, yəni təkbirlər ondan başlayır, ta təşrik günlərinəcən, yəni bayramdan əlavə 3 gün təkbirlər onda edilir. Lakin bəzi alimlər deyirlər, yox, təkbirlər başlayır Zilhiccə ayının girişindən. Zilhiccə ayının girişindən, ona görə bəzi sahabələr, Umar ibn Xattab kimi, oğlu Abdullah ibn Omar, onlar təkbirləri hətta Zilhiccə ayı daxil olandan sonra da edirdilər. Ona görə təkbirlər başlayır, Zilhiccə ayı girən kimi, məlum olan kimi, sabah artıq Zilhiccədir, artıq təkbirlər başlayır və xüsusən də Arafa günündən sonra bayram günü və həmçinin bayram gününə əlavə 3 gün təşrik günləri. Bu təkbirə aid məsələlərdir, nə vaxt başlayır və nə vaxt qutarır. Amma təkbirin siğəsi, yəni necə olur? Deməli, Allahu Akbar, Allahu Akbar, La ilahə illallah, Vallahu Akbar, Allahu Akbar, və lillahil hamd. Bu təkbirdir, əsas bu təkbirlər edilir. Bunu hər namazdan sonra da eləyə bilərsiniz. Ümumən, boş vaxtlarda da bu zikrə çox üstünlük verin. Allahu Akbar, Allahu Akbar, La ilahə illallah, Vallahu Akbar, Allahu Akbar, və lillahil hamd.